vətənə xəyanət eləməzsiniz. Sabah bu hakimiyyət gedər, başqa bir hakimiyyət gələr, sizi Sən asarlar. yaxşı bir mövzuya toxundun. Bizə vətən xaini deyirlər. Vətən xaini belə olmur. Biz hakimiyyətə qarşı çıxmaq, vətən xaini Biz demək deyil. vətənimizin müdafiəsinə qalxmışıq. Vətən xaini deyil. Vətən xaini mövzusu bu. Nazirlərdir. Bu mahiyyətləri qarışdırırlar. Bu kəlmələri qarışdırırlar insanlarda. Avropada haqq ədalət tələb edən vətən xaini hesab edirlər. Yox, vətən xaini başqa bir şeydir. Hakimiyyətə qarşı çıxmaq, hakimiyyətin korrupsiya, hakimiyyətin şər mexanizmindən işləyən məhkəmələrinə qarşı çıxmaq bu başqa mövzudur. Biz şər mexanizmindən həbsə düşən gənc qızlarımız, jurnalistlərimiz var. Nəsə yüzlərlə artıq siyahını mən unutmuşam, sayını unutmuşam, arta gedir. Bu hakimiyyətə qarşı çıxmaq, bu vətənə, dövlətə qarşı çıxmaq deyil. Bu iki şeyə qarışdırmayın. Çox xahiş edirəm sizdən. Yəni heç bir yerdə belə bir şey yox. yoxdur. Gülünç bir şeydir. Bu yəni bu qədər insanlar Avropada, Amerikada etiraz edirlər. ədalətli məhkəmə, Haqsızlığa qarşı səs ədalətli çıxarırlar. seçki, demokratik seçki. Biz bunları tələb edirik. Bu tələb eləmək və yaxud da insanın sosial problemlərinin həlli yönündə istiqamətlər atılmasında tələbkar olmaq bu vətən xaini artıq nə vaxt Yox. Millətin müdafiəsinə qalxan insan vətən xaini ola bilər. Bunu insanlara və bu da yapın bir strategiyasıdır, ideologiyasıdır ki, yəni insanların beyninə yeridək ki, bu vətən xainidir və onunla da insanların gözünü qorxutmaq, bayaq dediyim kimi çay evində baş vermiş hadisə. İnsan son ümid, malını, heyvanını satdırıblar. İndi açıq deyirəm burada. Təhlükə atmış o. Yəni insanı bu dərəcəyə satdırmaq olmaz. Yəni dostlar, çayxanaya, çay evində olanda ehtiyatlı olun. Yəni narazılıq bildirməyin. Olmaz, mümkün deyil. Haqqınızı tələb eləməyin, qorxun. Belə şey olur. Mən azıqsan ironiya olaraq belə deyirəm. Biz hər kəsi ədalətə çağırırıq. Biz hər kəsi vicdanlı mübarizəyə çağırırıq. Biz hər kəsi öz haqların, evlatlarının haqların müdafiəsinə çağırırıq. Biz bütün siyasi məhbuslara azadlıq tələb edirik. Biz konkret olaraq bütün Azərbaycandakı haqsızlığa son deməyə hər kəsi çağırırıq. Bir olağın, yumruq olağın, bizim millət bu quldur rejimin əlindən xilas olursun. Bəli. Siyasi məhbuslara azadlıq Siyasi tələb edirik. məhbuslara azadlıq. Haqsızlığa son deyirik. Quldur rejimin özünü yığışdırmasını tələb edirik. Azərbaycan xalqından da tələbimiz və xahişimiz budur ki, haqqınızı tələb edin, istəyin və istəyinizə nail olun. Hi, goedemiddag. Goed, dank u wel. Alles goed? Goed, ja. Goed, dank u wel. Is het 's middags klaar? Ja, nee, wij zeggen ook niks. Wij zeggen geen probleem hoor. Alleen, er komen nog meer mensen of? Nee, goed. Mag. Alleen jullie? Ja. Oké. Ja, Ja. dank u wel, bro. Maybe 20 minutes finish. Ja, geen probleem. Nee. Helemaal geen probleem hoor. Dankjewel, Ja. dankjewel. Om 12 's middags, tot 3 middags. Ja, Ja, geen Bizim probleem. təhlükəsizliyimizi soruşurlar. Necədir təhlükəsizliyi? Dankjewel. ja dank u wel, dank u wel. Fijne dag. hè. Thank you, Nederland. Fijne dag. hè. Hə, dostlar, polislər də gəldi. Sizin burada təhlükədə olub olmadığınızı Azərbaycan polisi bura gəlsəydi nə olacaqdı? soruşdular. Bizim hamımız. Bu artıq 4-cü dəfədir, 5-ci dəfədir gəlirlər. Canlı yayımdan da qabaq gəlmişdilər. Sən şeylə mən bunu aparıb oraya atmaq istəyirəm bunu. Hə, dostlar, bir daha cəbhəsi dostlarımız, Milli Şuranın üzvləri, ziyarətə gedən dostlar, hamımızı dəstəkləyirəm buradan. Gücümüz çatandan dəstək olmağa çalışdıq. Orada yaradılmış sürü maneələr də bilirəm, başa düşürəm. Yenə hakimiyyət öz çirkin əməlinə əl atdı. Maneələr törətsə də siz davam etdiniz, ziyarət etdiniz üçün sizin hər birinizə təşəkkür edirəm. Canlı yayımı bağlayıram. Hələlik dostlar.